Sübh namazına yarım saat 20 dəqiqə qalmış. Duanın ən çox qəbul olunan vaxtı. Allah'tan ruzunu ən çox verdiyi vaxtı. Şəfanın ən gözəl vaxtı. O vaxtı əlini qaldır, Allah'a tərifləyir. وَلِمُسْتَغْفِرِينَ بِالْأَسْحَارِ Yəni sübh çağında çoxlu deyir, bağışlanma diləyənlər. Yəni orada ən önəmli zikir nədir? Əstağfurullah zikri. Hər zikrin öz yeri var. Hətta o vaxtı, o 20 dəqiqə ki var, yarım saat var ki, Əstağfurullah zikri Quran oxumaqdan üstündür. Əstağfurullah zikri namaz qılmaqdan da üstündür o vaxt. Çünki Allah da tərifləyir. وَلِمُسْتَغْفِرِينَ بِالْأَسْحَارِ O sübh çağında bağışlama diləyənlər. Baxın, sahabələrdən İbn Məsud, İbn Ömər deyərləri gecə namaz qılardılar. O sübh çağı ki yoxdur, o 20 dəqiqə. Onu bilirdilər hava ilə. Deyir ki, daxil oldu. Qibləyə dönərdilə bağışlama diləyərdilə. Ey Rəbbim, günahlarımı bağışla. Dua da eləmək olar, bəli. Ona görə də və üstəlik bunu etmiş olsaq, bu gözəl gecədə Allah dualarımızı qəbul edər.